İndi hal-hazırda bu gənc müğənniləri, gənc şou biznesli olanları belə dava-dalaş edəndə, qarşı durma yaradanda bir-birlərinə qarşı deyirik, oy, o vaxtlar belə olmayıb. Elə ürəyim yaralıdır, təbibə göndərməli. Her güzelden yar olmaz, seven ihtiyar. İndi müğənni sürüyəcəklər. Kime diyeceğim? Kime diyeceğim? Ya kime diyeceğim? Kime diyeceğim? Kime diyeceğim? Sen amondu. Saçından yolup sürüyürlər. Sürüyürlər. Ha, sürüdülər. Mən sona qədər da göstərməyə ehtiyac duymadım. Yəni dava, dalaş, mübahisə, qalmaqal, qarşı durma elə o vaxtdan var, indi yoxdur. Amma onu deyim ki, xanım gözəl mahnı ifa etdi, mən paylaşdım. Məhz musiqiyə görə, ifasına görə. Amma deməyin ki, o vaxtlar yox idi. O vaxtlarda dava var idi. Davanı da yaradanlar var idi. Bunlar bəlkə də heç dalaşmazdılar, dost olardılar. Təbii ki, aparıcıdan çox şey asılıdır. Bəli, Sara Səfradan tövsiyə, uzaq olun dava qırğınından.